Bacımız yiye arıqlayır. Yiye arıqlayıram da. Bu yiye. Kur'an adından da olsun. İnsan yiye arıqlayar. Amma yenə deyirəm, mən çörək yemirəm. Onu deyim, sonra deməyin ki, Vüsalə alladır, yalan danışır. Mən çörəyi yemirəm. Sağ ol aşkım. Çok kötü yemek yiyorsun. Ecep ediyorum. Yakışı ediyorum, yiyorum. Sana ne, babanın ekmeği mi yiyorum? Sen git taytını giyin. Burnu sırgalı erkeklerle dolaş. Bildin mi? Kulaklarına sırga takan erkeklerin dediğiyle oturdur. Yaxşı eliyorum. Düşük. Cəmaət sizə lağ eləyirsiniz. Kimə lağ eləyirsiniz? Vay sen öpen hala. Ben kendimi öptürmüyorum. Evdeyim. Hiç kese öptürmüyorum kendimi. Ona göre de her gün soğan yiyorum. Tullan da burada. Davranış diye bir şey var. Git tulla, siz davranış kanırsınız. Nedir? Ay kız çok tatlıydı da. Allah hakkı. Bacı hansı elə belə yeməklərdir? Çünki bu da gedəcək. Bunu da qoymuşam qabağıma ki, yiyeyim də. Salam bacı, salam. Can sənə qurban olaram. Yəqin hə bacı, yəqin özü elə danışırmış. Sağ olsunlar. Az pis davrandım onu mən. Görürsən oğlan idi. Əslində mən onlara təşəkkür eləməliyəm. Bizim bu əldə qalmışlarımızı aparıb arvad eləyirlər. Əslində mən onlara təşəkkür eləməliyim. Mən Allah haqqı işə yaramayanlar aparırlar. Hadi sen çağıranda niye getmədin? İndi işdən gələm, ey aşkım. İndi işdən gələm. Ay kız yok, mən niyə lemonla küsüm ki? Lemonla küsümsən, lemonla. Yox ay bacı, niyə küsüm axı? Biz lemonla bir yerdə işləyirik, niyə küsüm onunla?
Mən tez gəlirəm. Evet, qızlar, Allah haqqı. Bax, indi danışacağım, deyəcəksiniz, Vüsalə danışır. Allah sizin qabağınıza, bilmirəm də, indi ailəli, siz ailəli deyilsiniz. Allah sizin qabağınıza elə bir insan çıxartsın ki, heç işləmək məcburiyyətində qalmayasınız. Çıxart çölə, çıxart çölə. Heç işləmək məcburiyyətində qalmayasınız. Amin, 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 amin. Valla, Quranın adından da olsun. İnanırsınız, Allahımıza and olsun, işə getmək istəmirəm. Evdə oturum, yemək bişirim, ev yığışdırım, paltarları yuyum, sərim, quruluyum, ütlüyüm. Allahımıza and olsun. İnanırsınız, o qədər çox istəyirəm ki, elə. İşə get, işdən gəl, onu geyin, oyna, dur, geyin, soyun, reklam elə. Allah haqqı, beynim gedir üzrə, inanırsınız. Kəşki elə bir imkanım olaydı ki, heç getməzdim. Qıraqdan baxanda o qədər asan görsənir ki, amma deyil qızlar, Allah haqqı deyil, asan deyil. Sən Allah yazıb mənə naşükür. Bir dənə babını sabitliyim qoy. Nə var? Bax, səni nə blok eləyəm, nə bir şey. Hansın, mən burada naşükürlük nəsə elədim qızlar. Siz Allahınız, siz vicdanınız. Mən burada naşükürlük nəsə elədim. Hə? Yox, yox. Gör nə qədər insan yoxdur. Nə naşükürlük elədim, yazdım naşükür. Çox maraqlıdır da. Bəlkə mən bilmirəm, bəlkə mən səhv danışıram. Nə naşükürlük elədim ki? Hə? Sən nələmi? Az, şıntır. Şıntrella, nə naşükürlük elədim? Səviyyəsiz. Külbaş. Şıntrella. Naşükür. Sözünə bax, elə bil mən nəsə dedim, mən nəsə. Mən sadəcə yorulduğumu dedim, qızlar. Çox yorulmuşam, valla. Dörd balam var, kaş deyirəm, işə gedərdim. Get də, ay bacı, sənə qurban olaram. Mən sənə deyirəm, işə getmə. Ki, Allah sənə ruzuyu yetirsin, Allah yolları vatsın, ged işdə. Mən öz fikrimi dedim ki, mən şəxsən Allah haqqı, yəni imkanım olsa, mən işləmərəm. Mənim imkanım olsa, Quranın adından da olsun, işləmərəm. Belə də ki, mən niyə işləyirəm, ərə getmişəm, ərimin canı çıxsın, məni saxlasın. Düz deyirsən, aşkım. Axundova, düz deyirsən. Düz deyirsən, aşkım, Allah haqqa. Nə olar, köməklə də satım. 21 minə. 21 minə Cəfərova, nə olar, köməklə satım da. 21 minə. Qoymuşam, Instagrama da qoymuşam. Biraz da indirim eləyərəm. Bir minədir, biraz da indirim eləyərəm. Maşını aşkım, maşını. Maşınımı qoymuşam. 2011 modeldir. 2011-ci ildir, dizeldir. 2011'dir, full salondur. Azərbaycanda ilk sürücüsü mən olmuşam. Yəni xaricdən gətirib salon maşınıdır. Okeandan almışam, salon maşınıdır. 27.500 almışam. İndi 21 minə satıram. Bacı evli olanda işləyirdin. Bir müddət sonra hə işlədir.
Bacı adını çəkməyin, ay bacı. Mən aşkım 5 ildir işləyirəm, 5 ildir. Cəfərova, WhatsAppda yaz, atım sənə. Maşının videosunu atım sənə, WhatsAppda yaz. Kia Sportage. 2011'in Kia Sportage full salondu kızlar, full salon. Luku da açılır, başında luku var, luku da açılır, full salondu. 2011-ci ilindi, dizeldi. 27.500 manata Okyandan almışam, salon maşınıdır. 21 minə satıram, hələ aşağı da verəcəm. Əlim yanında da satıram ha qızlar. Sağ ol aşkım. Ağ, rengi ağdır. Kia Sportage. Instagramda story'de paylaşmışam. Girin bakın. 176 minde sürülüb. Instagramda story'de paylaşmışam. Story'de paylaşmışam. 176 min. Probegi 176 min. Story'de paylaşmışam. Azərbaycana gələn kimi ilk mən almışam maşına. Nə ilk sürücüsü mənəm burada. Kamvüz. Sportage. Sportage. Ağzımda deyirəm ki, Azərbaycanda ilk sürücüsü mən olmuşam. Azərbaycanda. Maşın xaricdən gəlib. Salon maşını da Azərbaycanda ilk sürücüsü mən olmuşam. Yazım 15 ildir maşın sürürsən. Oy, ay Allah, sənə qurban olaram. Ey gözəl Allahım, heç kimi ac eləmə. Artıq çox pis şeydir. Salam, salam. Full salondur qızlar, salon maşınıdır. Kia Sportage. Yox, evimdə satdıqdadır. Mənim sinif yoldaşım, mənim Seyfəddin adında sinif yoldaşım olmayıb. Aşkım, Okyandan almışam da maşını. Yəni bazardan geyib almamışam, Okyandan almışam. Xoda Kamvüsca. İli 2011. Ay Allah, ne kadar acı tökmüşəmsə, ağzımın içi yanır. Ay Vüsalə, sən təqdimatın normal. Yox aşkım, Ləman xanım da çox yaxşı eləyir, bacı qurban olsun. Vəsə qartqoy kömək eləsin. Az, xəstə danışma, bacı qurban olsun. Öpürəm səni, ürəyimin gözəlliyinə verirəm bu yazdığı. Bacı sənə qurban olsun, öpürəm səni. Çoxlu öpürəm özdən. Satıram da bacı, peki Azərbaycandan çıxıb gedəcəm. Elə də danışırsan, niyə satırsan? Peki götürəcəm şələ-şüləmi, çıxıb Azərbaycandan gedəcəm. Satıram da. Çox sağ ol ürəyim.
Az zarafat eləyirəm də. Deyir, niyə satırsan ikisini də? Zarafat eləyirəm. Mən başqa yerdə aşkım yaşaya bilmərəm. Mən başqa yerdə qala bilmərəm. Mənim pisi də insanlar ola bilər, pis də ola bilər, yaxşı da ola bilər, xain də ola bilər, xəyanətkar da ola bilər, şərəfsiz də ola bilər insanlar. Atanşik də ola bilər, maşinlik də ola bilər. Bacı, qurban olaram öz millətimə. Mən başqa ölkədə yaşaya bilmərəm, ay bacı. Sənə qurban... Bacı, belə deyirəm ha. Deyir, Allah Taala kim nə deyir, onun əksin yaşadır, bacı. Amma həqiqi deyirəm ha. Mən qurban olaram öz millətimə. Vallahi. Pisinsinə də, yaxşısına da. Mən başqa yerdə yaşaya bilmərəm. Ləmanın sayəsində tanındı bu da. Elina yazıb, həyatım, mən Ləmanın sayəsində zadında tanınıb eləməmişəm, səhv salma mənə başqa küçüklərlə. Başa düşdüm, bacı qurban. Mənim yetərincə kütləm var idi. Mənim 3 dənə 380 minlik səhifəmi vurublar. Gözəl bacım. Sən məni əgər Ləmanın sayəsində tanımısansa, qoy bir dənə səni blok eləyim. Heç onun sayəsində də məni tanıma. Bacı qurban olsun sənə. Davay, bloka getdin. Bacı qurban olsun sənə. Can. Attım səni bloka. Kimin sayəsində məni tanıyanlar özlərin blok eləsin, bacı qurban. Şükür Allaha, mənim özümün kütləm var. 2 dənə 380 minlik, 4-5 dənə də 50 minlik, 60 minlik, 78 minlik səhifələrim gedib mənə. Çaşma bala, çaşma. Yo, burada ara qatanlıq heç də yoxdur. Ara niyə qatırlar ki? Prosto sözün deyir, sözünə də cavab alır. Mən Ləmanla nə video çəkib paylaşıram, nə də bir şey. Gözəl bacım. Ləmanla mənim şəxsi səhifəm. Mən əgər Ləmanın sayəsində tanınmaq istəsəydim, Ləmanla video çəkib səhifəmə atardım. Bacı qurban olsun sənə. Məni kimlənsə səhv salma. Mən reyting dalına düşən qızlardan deyiləm. Reyting dalına düşsəm, axşam saat 1-də 2-də canlı açıb peyk oynayaram. Kəşfətə də qəşəkdə düşərəm. Bildin? Çaşma. Ləmanla bir yerdə işlədiyimiz üçün bir yerdə də video çəkirik. O da bizim işimizdir. Ləmandakı həqiqətində çox gözəl ürəyi var, çox gözəl də qızdır. Sizi əvvəldən tanıyırıq Can. Çox sağ ol ürəyim. Mən sizi şirin-şirin yemək. Ay qız, məni hamı yemək yeyən qız kimi tanıyır. Hətta ətrafımdakı insanları belə yemək yeyən qızın tanışı, yemək yeyən qızın tanışı kimi tanıyır. Yəni, cəmaatım mənlə tanınır, durub mənə söz deməyinə bax. Mən sizə əvvəldən yemək videolarım. Əlbəttə ki, yeməklə məni tanımısınız. Ay, sağ ol. Çox sağ ol həyatım, Allah razı olsun. Muqban Fisalə, canımsan. Valla yemək, bəli, bir vaxtlar Vüsalənin yeməyindən danışanlar, Vüsalənin marçından, murçundan danışanlar, kişisindən tutmuş arvadına qədər, arvadından tutmuş qocasına qədər, qarısına qədər bu dəqiqə canlı açır, qoyur yeməyi qabağına, yemək yeyir. Amma bir vaxtlar Vüsalənin yeməyindən lağ eləyən insanlar bu dəqiqə canlı açırlar, yeməyi qoyurlar qabağına, yemək yeyib qabağa gedirlər. İndi özünüz də uşaq deyilsiniz ki, kör-kör, gör-gör də. Ey! Onu çıxart çölə. Şey cırır, şkafı cırır, çıxart çölə. Salma bunları bura, çıxart. Deyirəm, amma yemək yeyən qız var ya, belə yemək göstərirdi. Acıdım, o dəqiqə bilir kimi deyirsiniz. Canımsan, çox sağ ol ürəyim. Hələ sənin yeməyi də özlərinə oxşadanlar var, canımsan. Ləmanı da sevirəm, sizi də sevirəm. Sizi Ləmanla birgə görməmişdən əvvəl tanıyırdım. Öpürəm sizi ürəyim. Çox sağ olun.
Pişiklərim durur, hə aşkım. Deyir qaynanam sizə baxır gecə videolarınıza. Deyir Vüsaliyə baxdım acıdım canımsan. Mən də sizi çox sevirəm ürəyim. Çox sağ ol həyatım, Allah razı olsun, təşəkkür edirəm. Mən də sizi çox sevirəm ürəyim, Allah razı olsun sizdən. Evimi də satıram, maşınımı da satıram hə aşkım. Nərmindən küs deyiləm. Nərmin çox gözəl qızdır, yaxşı qızdır. Sözün düzü mən Nərminin özünə demişəm. Nərmini mən bəyənmirdim qabaqlar, həqiqətən bəyənmirdim. Sonra yavaş-yavaş Nərmini tanıdıqca gördüm ki, Nərmin bic qız deyil, Nərmin gic qızdır. Nərmin yavaş-yavaş tanıdıqca gördüm ki, ay bacı, yox, bu yetimdə biclik yoxdur. Biclik deyilən şey yoxdur o qızda. O qız elə bilir ki, el danışanda elə danışır ki, ətrafındakı insanlar deyir ki, ay Allah, gör necə bicokun biridir. Amma and ola, bu yediyim çörək haqqı, o qızda tülkülük yoxdur. O qız bic qız deyil, o qız gic qızdır. Bax, Qurana sözü yaxşı mənada gic ha. Allah haqqı. Çox yaxşı qızdır, əla qızdır, super qızdır. Siz suyun lalaxanı insanın yeraxanından baxın. Yətibə lüblü. Çox sağ ol Sabina Tarotum, mənim aşkım, ürəyim, xoş gəlmişsən bura. Canım sənə. Hə, yəni o suyun lalaxanı... Yetim kızam. Belə deyənlər var ha. Bax, Quranın adından olsun, bu çörək mənim gözümü tutsun, qaçsın onlardan. Qaçsın. Bax, sizə yaxşılıq deyirəm. Sevərin adını burada niyə yazırsınız ki həyatım? Yox, Sevəri demirəm. Sevər də çox yaxşı qızdır, sakit qızdır, yaxşı, biraz aqressivdir, yaxşı qızdır. Sadəcə olaraq Sevərin ətrafı yıxacaq. Bax, bu sözü mən burada deyirəm. Bu sözü burada saxlayın yadınızda. Heç vaxt da unutmayın, tamam mı? Sevərin ətrafı yıxacaq. Bax, bu sözü bura yazıram. Bax, yadınızda saxlayın bu sözü. Sevər yaxşı qızdır. Bilirsiniz necədir qızlar? Bax, hamınız yəqin ki, demək olar ki, bəlkə də buradakiların 70-80% institut bitirib də, düzdürmü? İnstitutda birinci il qəbul olanda rayondan qızlar gəlir. Rayon qızlarını alçatmıram, əsla. Mənim özüm rayonluyam. Mən Baskallıyam, mən Bakılı deyiləm. Biz rayonluyuq, sadəcə olaraq Bakıda yaşamışıq. Bax, rayondan gəlirlər, belə sakit qızlar olur, makyaj eləyə bilmirlər, sakit olurlar, ətraflarını tanıya bilmirlər. Düzdürmü? Gəlirlər, nə bilim, geyim örgənirlər, makyaj örgənirlər. Yenə deyirəm, pis mənada demirəm, özüm rayonluyam. Bax, pis mənaya yozmayın. Sadəcə olaraq dediklərimdən söz çıxardın. İkinci kurs olur, üçüncü kurs olur, ətrafından çox şey örgənir, düzdürmü? Amma bəzi insanlar da örgənə bilmir, batır gedir. O işıq var ha, şəhərin işığı. Onları batırır, aparır. Batırdıqca batırır. Başa düşdünüz də nə demək istədim? Bax, Sevərin ətrafı, bax bu sözü bura yazıram, Sevər çox yaxşı qızdır. Çox yaxşı qızdır. İnsanla danışanda, yəni görürsən ki, həqiqətən də çox yaxşı qızdır. Sadəcə olaraq onun ətrafı onu batıracaq. Onlar ulduzun şeyinə gediblər, parlaqlığına gediblər. Amma gərək addımı düzəməlli atasız. Yox, Sevər bic qız deyil. Deyil, bic qız deyil. Mən ondan işlədim, gördüm də, Sevər bic qız deyil aşkım. Adam gərək düzün danışsın. Tülkü də deyil. Yox, tülkü də deyil. Tülkü qız da deyil. Bic də deyil, tülkü də deyil. Sadəcə olaraq onun ətrafı normal deyil. Leman da yaxşı qızdır. Lemandan bir pislik görməmişəm. Qızlar, mənim üçün hər kəs yaxşıdır. Çünki mən hər kəsə yaxşıyam. Mən pis olsam, mənə də pis olarlar. Mən xain olsam, mənə də xain olarlar. Mən artist olsam onlara qarşı, onlar da mənə qarşı artist olar. Mən onlara necəyəmsə, onlar da mənə elədir. Nərmindən küsülü deyiləm. Nərmindən hər gündə danışıram. Demək olar ki, hər gündə danışıram.
Mən dedim, siz də yadınızda saxlayın, zaman gələndə görəcəksiniz. Lazımsız adları çəkənlər blok olunur, xəbəriniz olsun. Sevər Ləmana görə sevildi. Yox aşkım, Sevərin də özünə görə kütləsi var. Xahiş edirəm, danışanda dürüst danışın. Sevərin də yetərincə kütləsi var, gözəl bacım. Adam gərək düzün danışsın. Başa düşdünüz? Deyir, imam üçün ağlayan, biraz da oturub Yezid üçün ağlasın. Yetərincə də sevilirdi. Çox sağ olun ürəyim. Çox sağ ol, təşəkkür edirəm həyatım. Nə bişirmişsən? Ay qız, o pomidor salatından elədim. Ay da bir boşqab yedim də, elə dadlı idi ki. Canımsız. Pomidor salatına pomidor, qırmızı soğan, turşu, duz, istiot, pul biber, bir də ki sumaq. Çox sağ ol ürəyim, Allah razı olsun. Digər yeməkdəki qızlar axşamdan qalmışdı. Yox, vişnə qatmadım. Can, gəl görüm, gəl. Gəl, gəl. Mət, alça turşusu. Pomidor, qırmızı soğan, reyhan, alça turşusu, duz, istiot, pul biber, bir də ki sumaq. Veterinara apardı aşkım, Həzəstanovda Svetlana xanıma. Mən də sizi sevirəm ürəyim. Çox sağ ol həyatım. Yağvırmadım. Çok sağ ol ömrüm günüm. Xı da biziyim. Sabina Tarot'um buradasan hayatım.